Hə, ay sağ olun, düzdür. Düzdür, ay sağ olun. Bax, düz dediniz. Videonu hələ çəkirəm, sonra düzəldirəm, artıq yerlərini kəsirəm. Vaxt sərf edirəm ona qədər, amma ona baxış az gəlir. İndi bunun qalan hissəsini yapışdıracağım. Çünki tikəndə arxa hissədən görünür. Kleyim də artıq bitib. Görüm qalıb içində. Kley artıq bitib. Baxın, biraz var idi, yapışdırdım. İndi bunu da burada düğün edeyim. Bu muncuqlu olanlar bundan yaxşı göründü elə bil. Baxın belə. Buna da dəmiri belə keçirdirəm. Və bu da hazırdır. İndi canlıda bunları toxudum. Artıq 99 dəqiqədə 1 saat 40 dəqiqə. Baxın, 1 saat 40 dəqiqəyə neçə dənəsini toxudum. 1, yox, bunu əvvəldən toxumuşdum. 1, 2, 3, 4 və bu da 5. Vaxt aparan bu oldu. 5 ədəd açarlıq toxudum. Baxın, belə. Artıq bu qədər canlını bağlayıram. YouTube kanalıma abunə olmağı unutmayın. Orada videolara baxa bilərsiniz. Əgər oyuncaq toxumağı öyrənmək istəyirsinizsə, YouTube'dakı videolarıma baxa bilərsiniz. Instagramda isə toxuduğum bütün oyuncaqlara baxa bilərsiniz oradan. Yəni, hamısını orada paylaşıram. Sonra TikTok'da da canlı açıram. Hər yerdə, bütün sosial şəbəkələrdə adım eynidir. Siri Toys'dur. Bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm. Kanalıma abunə olmağı unutmayın. Canlı yayınlardan xəbəriniz olsun. Əgər hansısa oyuncağın sxemini bilmək istəyirsinizsə, canlıda onu toxumağımı istəyirsinizsə, rəylərdə yaza bilərsiniz. Sağ olun, izlədiyiniz üçün, vaxt ayırıb izlədiyiniz üçün təşəkkür edirəm.